Vakansiyalara müraciət edərkən ilk növbədə vəzifə tələblərini və şirkət haqqında məlumatı diqqətlə gözdən keçir. İş təcrübən və bacarıqların vakansiyada qeyd olunan tələblərə uyğun olmalıdır. Həmçinin müraciət zamanı CV-nin səliqəli və aydın, məlumatların isə tam doldurulmasından əmin olmalısan. Müsahibə zamanı sənə müraciət etdiyin sahəyə və vəzifəyə uyğun texniki biliklər, qərar vermə və komanda ilə işləmə bacarıqları haqqında suallar veriləcək. Bankımızın yaradıcı və müasir iş mühitinə uyğun olaraq rahat, səliqəli və peşəkar geyimlərdə olman arzu olunandır. Onlayn müsahibə zamanı ilk növbədə səs və görüntü keyfiyyətini yoxlamalı, mikrofonu və kameranın düzgün işləməsinə əmin olmalısan. Sakit bir mühit seçməyin və diqqətini yayındıracaq səslərdən uzaq olman arzu olunandır. İnternet bağlantısının stabil olması vacibdir ki, müsahibə zamanı texniki problemlərlə qarşılaşmayasan. Onlayn olsa da geyimin və oturma mövqeyi peşəkar görünməli, kamera isə göz səviyyəsində yerləşdirilməlidir. İmtahanda əsasən müraciət etdiyin vəzifəyə uyğun olaraq texniki və məntiqi suallarla qarşılaşa bilərsən. Texniki suallar bilik və bacarıqlarını yoxlamaq üçün hazırlanır və müraciət etdiyin vəzifəyə uyğun mövzuları əhatə edir. Məntiqi suallar isə analiz, problem həll etmə və qərar vermə bacarıqlarını ölçmək məqsədi daşıyır. Bəzi hallarda riyazi düşüncəni yoxlayan tapşırıqlar və situasiya əsaslı suallar da ola bilər. Uğurlu nəticə əldə etmək üçün vakansiyanın tələbləri ilə əvvəlcədən tanış olmalı və imtahana uyğun hazırlıqlar aparmalısan. Elə isə vakansiyalarımız haqqında məlumat almaq istəyirsənsə, səhifəmizi izləməyi unutma. Tezliklə mükəmməl iş yerində sən də öz yerini al.